Çox dəhşətli, çox dəhşətli. Ağlaya-ağlaya. Qılçalarım tutuldu, qaldım. Hə. Çox dəhşət. Onu sözlə təsəvvür eləmək olmur. Şükür. İlahiyə gəldik, çıxdıq bura. Nə bilim. Danışmaq olmur onu. O 31 ildə Həsrətlə biz çəkmiş. torpaq həsrəti çəkmişik. 31 ildə, məsələn, mən bayaq dediyim kimi, biz göz yaşı axıda getmişik. Bakıya getmişik. Orada vətənli, orada yerimizdir. Amma insan üçün doğulduğu yer, doğulduğu vətənin qiyməti yoxdur. Amma gələndə ki, sevinç göz yaşı axıda gəlmişik. Hamımız. O sevinç göz yaşın axıdan qüvvələr var, səbəbkar var. O səbəbkarlardan ən birincisi, ən öndə gedəni Cənab Prezidentimiz, Ali Başkomandanımız İlham Əliyevdir. Allah Teala ona can sağlığı versin, uzun ömür versin, o sadəliyi onun əlindən almasın. O qədər səmimi, o qədər sadə, gəlir xalqla, cəmaatla görüşəndə adam heyran qalır. Ki, yəni bir ölkənin prezidenti əhali ilə özünü bir kəndçi kimi aparır. Buna şükür. Əsas deməli bizə elə ən lazım olan, ən gözəl prezidentdir ki, bütün xalq tərəfindən, bütün dünya tərəfindən ən hörmət sevilən bir prezidentdir. Çünki o həmişə çalışıb ki, öz belə gücü ilə çalışıb ki, həmişə əmin-amanlıq olsun. Tək Azərbaycanla yox, bütün dünya ölkələrinin əmin-amanlıq olsun. Bunun da başqa bir səbəbkarı da var, bugünkü bu sevinci bizə bəxş eləyən. Yəni o sevinç göz yaşını bugün bizə axıdanlar, başda prezident olmaqla şəhidlərimiz oldu. Allah Teala onların ruhu qarşısında, biz onların ruhu qarşısında baş ayırıq. Sonra qazilərimiz olubdu. Qazilərimiz Allah Teala can sağlığı versin. Allah Teala ordumuzu qorusun. Vətənimizi qorusun, millətimizi qorusun. Bütün dünya millətlərini qorusun. Bütün dünya xalqlarını qorusun. O bütün dünya ölkələrində həmişə sülh olsun. Əmin-amanlıq olsun. Başqa hansı bir ölkədə müharibə olursa, deməli o başqa bir ölkəyə də təsir eləyir. Amma hər yerdə sülh olsa, əmin-amanlıq olsa, bizim üçün də, biz qoca nəsillər üçün də, ən birinci gənc nəsillər üçün də yaxşı olur. Və gənc nəsil ondan bir örnək götürər ki, bütün dünya ölkələrində birlik var, səmimilik var. İndi biz Ermənistan bizə qarşı təcavüz elədi. Bugün əgər o bizim Cənab Prezidentin dediklərini qəbul etsə, Azərbaycan vətəndaşlığını qəbul eləsə, biz yenə əvvəlsi kimi ondan mehriban dolanarıq. Mən özüm Xankəndi Universitetini bitirmişəm, orada oxumuşam, 4 il onların içində olmuşam. Çox səmimi, çox mehriban yoldaşlarımız olub, hər tərəf yoldaş. Amma son zamanlar bu torpaqlar işğal olunur, bizim də onlara qarşı kinimiz. Bunu danmaq olmaz. Gəlib yaşasalar, yenə biz əvvəlki o mehribançılığı saxlayarıq. Çünki ürəyimizdə biraz kim saxlaya bilərik, bu olar. Amma yenə biz elə bir xalqıq ki, milliyyətindən asılı olmayaraq, bizə qarşı düşmənçilik eləyənlərlə biz çalışarıq ki, həmişə qoy mehriban olaq, ünsiyyətli olaq. Bu siyasəti bəyənirdik, inanırdıq ki, biz haçansa qayıdarıq öz yerimizə. Bugünü səbirsizliklə gözləyirdik. Elə bil ki, biz heç 31 ili kənarda yaşamamışıq. Bu 6 ay bizim üçün dünyadır. Hər şey gözəldir, hər şey yaxşıdır, öz yerimizdəyik. Halbuki bizlə də erməni vətəndaşların uşaqları oxuyub Laçın məktəbində. Biz onlarla qardaş, bacı kimi dolanmışıq. İndi də, amma onların bir günahı yox idi, onu siyasi hadisələr elədi belə. Yəni, bu Laçının özündə neçə erməni ailəsi yaşayırdı, hamı mehriban yaşayırdı, hamı yaxşı yaşayırdı. Yoldaşlarımız da var idi, tələbə yoldaşlarımız da var idi. Sonradan bu nə idi, düşdü, düşmənçilik yarandı. Yenə də min şükür, yenə də onlar qayıtsa bizə bəlki kimi yaşayarıq. Çünki biz elə qonaqpərvər millətik, biz bütün millətlərə öz millətimiz kimi baxırıq. Ona görə də indi oldu da, oldu. Oldu amma bugünə şükür. Şükür, biz öz yerimizdə, yurdumuzdayıq. Bərkilməsən, ataların belə bir sözü var. Gözəl təbiəti, amma gözəl hər axır bu günümüzə şükür. Min şükür ki, gəldik, çıxdıq. Prezidentimizin sayəsində, siyasətinin sayəsində gəldik biz öz ana vətənimizə. Biz özümüz də, mən özüm də bu siyasətin vurğunuyam, Heydər Əliyev siyasətinin.
92-ci ildən 2015-ci ilə qədər seçki komissiyasının sədri olmuşam. Demokratik seçki keçirilibdir. Bu seçkidə də çox ürəklə iştirak eləmişəm. Təbliğatımızda yaxşı olub, güclü olubdur. Yəni mən həmişə bu hakimiyyəti, bu siyasəti bəyənirəm. Bəyəndiyimə görə də mən qayıtdım öz vətənimə, öz torpağıma. Bəyənməsəydim, bu gün gəlib öz Laçınımızda, bu gözəl dilbər Güşənimizdə yaşaya bilməzdik. Bizim inanımız da var idi ki, gəldik burada yaşadıq. Doğma torpağımızda yaşayıb yaradaq. ki, bugündən belə işlər olmasın, belə haqq hesablar olmasın. Hamımız bir-birimizdən, bütün dünya ölkələri, hamımız bir-biri ilə dost, qardaş olur. O qədər başqa millətdən qız almışıq, qız vermişik, onlar bizdən qız alıb, biz onlardan qız vermişik. Hamı mehriban, hamı yaxşı. İstəyər nə qədər də çox olsa, mehribançılıq nə qədər də yaxşı olsa, bizim üçün də yaxşı olar. Bizim bu torpağımızın hər qarışında o şəhidlərin qanı var. Biz ona görə bu torpağımızdan bərk yapışıb, burada yaşayıb yaratmalıyıq, qurmalıyıq. Çünki onların qanı bahasına, canı bahasına biz gəlib bu öz doğma torpağımıza məskunlaşmışıq. Şükür ilahiyə, şükür. 50 işləmişik biz, 44 il. Burada işləmişik, buradan sonra da Bakıda davam elətdirmişik. Çox yerlərdə olmuşuq, işləmişik. Övladlarımız buradan körpə idi çıxanda. İndi nəvələrimiz bura gəlməkdən ötürü çox çalışırlar. Hamısı gələcək, Allah qoysa. Orada da yenə müəllimlik peşəsi ilə məşğul olmuşuq. Direktor işləmişik. Seçki məntəqəsində işləmişik. Nə bilim, belə günlərimiz keçib. Şükür yenə bu günə gəldik bura. Bizim 6 nəvəmiz var. Hər biri Laçın, Azərbaycan, Qarabağ Azərbaycandır. Vayenni geyinirlər, deyirlər ki, biz Qarabağlıyıq, Laçınlıyıq. Övladlarımız da, hamısı 3 övladımız var. Hamısı ali təhsillidir, müxtəlif peşələrdə çalışırlar. Biri polisdir, biri icrada işləyir, digəri də müəllimədir. Daxili İşlər Nazirinə sağ olsun, dövlətimizi, prezidentimizi öz işinə görə, öz döyüşlərdə olubdur. Həmişə prezidentlə sərhəd bölgələrində olubdur. Öz işinə qiymət veriblər, Çevik polis alayında idi, sonra dəyişdi, indi Daxili İşlər Nazirliyində işləyir, təlimçidir. Çox gözəl. Daimi prezidentinə bu işğaldan azad olunmuş zonalara çox gəlib. Çox gedibdir. Laçının özünə də gəlib. Elə o danışır da, deyir ki, ata, heç onu çəkməsəniz də olar. Deyir ki, o qədər gözəl, o qədər deyir ki, o sadəlik nədir onunla. Deyir ki, elə bir ki, sevincindən az qalış qol açıb oynasın bizim torpaqlarımızın azad olunmasına görə. Çünki bu bunun siyasətidir. O da öz siyasətinə sevinir ki, mən belə bir siyasət apardım, axırda gəldim, gördüm. O siyasəti aparıb onun ki, axırın nəticəsini görməyəndə ona istəyirsən kimliyinə asılı olmayır. Sadədən tutmuş mürəkkəbə qədər hamı pis olur ki, mən bu işə. Amma siyasətin nəticəsini görəndə, belə bugünü görəndə, işğaldan azad olunmuş ölkədə gəlib 30 il həsrətini çəkdiyimiz öz torpağımızda oturub onda bizə ləzzət verir. Bax, indi də görsən, sevincimizdən görsən, adam danışa da bilmir. Bu da o necə ki, o sevinç gözü yaşı dediyim kimi, sevinçdən adam öz ürək sözünü tam açıb deyə də bilmir. Bu bizim öz evimizdir. Ermənilər bunu dağıtmışdı, ancaq öz tikdiyimiz evdir. Biz cavan ailə idik. 82-ci ildə, 83-cü ildə bu evi tikdik. Amma yaşamadıq. Yavaş-yavaş müəllim babaydıq, remont elədik, düzəltdik. Yığışan vaxtı bu müharibə başladı, biz getdik. Hazır qoyduq, remontdu, hazır qoyduq, getdik. Şükür, indi hökumətimiz buranın düzəltdi, təmir elədi. Amma divar öz divarımızdır. Öz çəkdiyimiz divardır. Öz çəkdiyimiz heç nə olunmuyor. Amma təmir elədilər, abadlaşdırdılar və biz gəldik, çıxdıq bura. İyun ayının 19-unda. 6 aydır. 6-cı aydır ki, biz burada yaşayırıq.
Şükür hər bir şərait var, yavaş-yavaş da düzəlir. Bir il müddətinə çox şükür bir belə əhali köçürülür. Biz kənarda işləmişik, tətil vaxtları gəlib bu evini məşğul olub tikmişik. Yəni, ondan sonra da hazırlayandan sonra da çıxıb getmişik. Yataqxanada qalmışıq, çox çətin vəziyyətlər olub. Şükür, belə övladlarımızı böyütmüşük, özümüzü işləyib böyütmüşük. İndi min şükür ki, yenədən həmin yurdumuza qayıtdıq. Amma ümidimiz var idi ki, biz bu evə qayıdacağıq. Biz buradan çıxanda mənim atam icrada işləyirdi. İcranın mavini idi da belə. Torpağı vermişdi, amma gedəndə dedi, mənim evimi dağıdacaqlar. Çünki mən həmişə ermənilərin əleyhinə danışmışam da, onlarla siyasət aparmışam. Amma sizin ev dağılmayacaq. Gəldi bura. Halal zəhmətinizlə. Hə, dedi, siz halal zəhmətlə tikimsiz bunu, müəllimliklə. Ona görə sizin eviniz dağılmayacaq. Qurulu qoyduq, getdi, onlar da gəldi, yaşadı. Amma gedəndə dağıtdılar, getdilər. 1, 2, 3 qonşu, hələlik 4 qonşu buradayıq. Qapının ağzında mənim atam evi olub. Yoxdur, savsim yoxdur. Qonşularım olub, milli qəhrəmandır. Oktay Güləliyev. O mənim xalam oğludur. Onun da evi hələ yoxdur, indi tikilir. Laçının ilk milli qəhrəmanı.